Biz nədir? Müəyyən bir hisslərimiz, müəyyən bir duyğularımız, hər bir insanın müəyyən bir yaşantısı var. O duyğuları bəzən də xanım olur da müəyyən pünhan hisslər var ki, onu hər kəs dilə gətirə bilmir. Onu şairlər, onu yazı əhli hardasa deyə bilirlər. Buyurun, zəhmət olmasın. Üzr istəyirəm. Bu dağların üzündə mələk mi var? Tikanlar arasında çiçək mi var? Yalanların içində gerçək mi var? Sağın, solun arasında durmuşam. Səhranın qucağına su mu düşdü? Gözlərimə havanın qumu düşdü. Daşa dönən qəlbə duyğu mu düşdü? Oyaqların sırasında durmuşam. Dəniz bütün ağrıların duası. Gecə bütün doğmaların yuvası. Həyat sözsüz oxunan ruh havası. Bu dünyanın arasında durmuşam. Çox sağ olun. Çox sağ olun xanım. Xanım İsmail qızının ifasında özünün şeirlərindən biz təqdim elədik. Bugün Xan qrupunun ifasında gözəl bir mahnı eşitmişik və Ayanı biz bayaqdan bəri adını hallandırırıq. Nəhayət